Zeyt. Zeyt. Uşaq mən eşitmişim. Eşidir, fikir verin, oynayır axı. Ay Zeyt. Zeyt. Bəlkəm sən elə burada qalasan, hə? Bəs ana, ata hanı? Haradadılar görəsən? Ay Zeyt. Ana, ata hanı? Salam aleyküm. Gəlin çıxın da. Bəs uşağı qoymuşsunuz burada. Mən də dil tapa bilmirəm uşaqda. Necəsiz? Sağ olun. Əyləşin. Oyuncaqların gördü bizi yaddan çıxardı. Elədir. Əslində bütün uşaqlar belədir. Ümumiyyətlə, bax Zeyd, mən səhərdən müşahidə eləyirəm. Oyuncaqları çox sevirim. Çox, yəni, bizdə belə deyil, yəni. Bizdə oyuncaqla maksimum 30 saniyə oynayacaq, sonra başlayacaq mənliyi və yaxud kimisə axtarmağa. Zeyddə də limit var. Hə? Xüsusi bir limit var. Bir neçə dəqiqədən sonra qoşulur bizə və bizi axtarmağa başlayır. Onun üçün dağıdana qədər oyuncaqları, tökənə qədər Bütün yerə oyuncaqlarla tanış olur. Biz Zaur bəyi tanıyırıq hamımız aktyor kimi, yaradıcı insan kimi. Amma bugün biz Zaur bəyi tanıyacağıq bir ata kimi. Özə Türkiyə xanım da yəni ki buna kömək eləyəcək. Yox, yoxsa kömək eləməyəcəksiniz. Eləməyəcəksiniz. Siz bizim adamsınız. Kömək eləməyəcəksiniz. Zaur bəy, xahiş edirəm o kresloda əyləşin və biz keçək bizim ideal ata testinə. Deməli, xoşuma gəlir. Biz özdəki niyə görə xoşuma gəlir? Bax, uşaq bu dövrdə olanda ata üçün bu suallar çox qəribədir. Cavab verəcək yoxsa yox. Çox maraqlıdır, hə? Zaur bəy, Zeyd anadan olanda neçə kilo idi? Zeyd anadan olanda 3 kilo 50 qram idi. 2 kilo 900. Yox. Yox, bir saniyə. 3 kilo nə qədər? Nə qədər? Doğulanda 3 kilonu dediniz. Amma qramı düz demədiniz. Zeyd neçə qram idi? 400. Yox. Düzdür də. 3 kilo 50 qram. 50 qram idi. Amma Türkiyə xanım, bax 3 kilonu dedi. Sayaq bu cavabı yoxsa yox sizcə? Məncə sayaq. 50 qram elə bir şey deyil. 50 qram elə bir 400 qram 50 qram yəni nədir ki? 350 qram fərq var. Yarım kiloya qədər. Sayaq deməli, Türkiyə xanım. Sayaq. Sayaq. Zeydin ən çox sevdiyi meyvə hansıdır? Zeydin ən çox sevdiyi meyvə almadır. Almanı sevir. Banan. Yox. Hal-hazırda belə adı nədir, oyuncağı da var bunun. Yox, yedi. Avokado. Yox, yedi amma. Avokado uşaq yeməz axı indi. Yediyi. Əslində yeyir. Yeyir avokado. Avokado Hə, yeyir. xoşuna gəlir. Bizimki sevmir, ona görə deyirəm. Hal-hazırda xoşladığı meyvə daha çox yeyir bu. Banan yeyir daha çox. Alma. Alma. Bəli. Almanı sevir, amma yemir. İki tükdəyir, atır divanın altına, stolun altına. Bananı mən məcbur verirəm. Amma almanı heç olmasa Almanı özü yeyir. Özü yeyir. Bananı nə vaxt görmüsən özü yeyirsən? Ana bilər. Üçüncü sual, Zeydin ilk dişi neçə ayında çıxıb? Hal-hazırda Zeyd neçə aylıqdır? 1 yaş 2 aylıq. 2 aylıq. Aha, neçə ayında çıxıb? İlk dişi 11 ayında çıxıb. 9 ay keçmişdi məncə. Keçmişdi, yuxarı gedin. 11 aylığında. Düzdür. Zeydə ilk dəfə hansı oyuncağı almısınız? İlk dəfə avokado. Hansı oyuncaq? İlk dəfə. Deməli eləyim. Kömək elə. Olar kömək. Mən deyim də İpucu sizə, desin, hə. ipucu yəni Hədiyyə olaraq alıb. hədiyyə olaraq almısınız. Olsun belə. Qonaqlar alıb gətirib biz yox. Qonaqlar alıb, yəni hə. Avokado bayaq dediyim. Odur. Zeyd ən çox televizorda nəyə baxır? Cizgi filminə baxmır. Ancaq mahnılar ən çox da Michael Jackson. Michael Jackson. Həqiqətən də Michael Jacksonu xoşlayır, hə? Baxın. Eyni notları demək olar ki. Deməli, Zaur bəy, siz 1, 2, 3, 4. Deməli, 5 sualdan 4-ünə tam cavab verdiniz, birinə cavab verə bilməz. Alma məsələsi. Zaur bəy, əyləşin yoldaşınızın yanında və biz keçək ailəvi suallara. Çox maraqlıdır ki, evdə, indi işdə biz sənət yoldaşları hamı tanıyır Zaur bəy ki, necə aktyordur, necə məharətli, peşəkar bir sənətçidir. Bax, evdə necə adamdır, necə atadır? Mənə görə Zaur ideal həyat yoldaşıdır, ideal atadır.
yaxşı dostdur. Bütün işlərimdə mənə dəstək olur. Ev işləri olsun, uşağa baxmaq olsun. 5 sualdan 4-ünü bilməsi də bundan əlaqəlidir. Birini nədənsə bilmədi, amma onu da bilirdi. Zeydlə daha çox o vaxt keçirir. Mən mətbəxdə vaxt keçirirəm, evdə olduğu vaxtlar. Michael Jacksona baxırlar televizorda, oynayırlar ata-bala. Hətta. Bütün videoları onlar, telefonumda onlardır. Necə oldu ki, həm sənət həyatı, həm ailə həyatı, necə belə ikisini də bir əldə tuta bildiniz? Əslində o sevinç xəbəri ki, alanda ki, ata olursan, o sevinç xəbəri eyfariyada adamı bir neçə ay aparır. O çətinlikləri, filanları, yuxusuz gecələri bir çətinliyin zövqünü yaşayırsan. O eyfariyanı yaşayırsan, ona görə bir şikayətlənmə olmur, narahatçılıq olmur. Yuxusuz olursan, amma elə bilirsən ki, bu bir necə sənətdə, çəkilişlərdə gecə qalırsın, zövq alırsan. Həmçinin də uşağın olmağı, o eyfariya məsələsi, filan məsələlər yorğunluq bezdiricilik gətirmir, bezdirici olmur. Ona görə də çalışdığım qədərilə yuxudan ayılanda, ola bilir ki, misal üçün, bunun səsində ilk mən oyanıram və yaxud da yuxuda agah olur ki, kravatda bu dəqiq yıxılacaq, mən birinci ağlayıram, sonra Türkan, o ağlayır, sonra Türkan yaxınlaşır ona. Belə şeylər də olur. Ona görə zövqlüdür, hər kəsə qismət olsun, inşallah. Elə olur ki, mənim sənətimlə bağlı, Türkan xanım bizim sahəyə yaxın deyil, yaxındır daha doğrusu, bizim sahədən deyil, amma mənim sahəmdə istənilən bir obrazı təhlil eləmək üçün, hansısa bir tamaşanı təhlil eləmək üçün gəlib ilk tamaşaçı mənim Türkan olur və peşəkar tamaşaçıya çevrilib artıq evdə və öz işimdən əlavə mən taxta oyma sənəti və s. ilə axır belə şeylərlə məşğul oluram. O sahədə də mənə kömək olur. Eskizləri Türkan çəkir. Yəni biz çalışırıq hər şeyə vaxt tapaq. Biz düzəldirik, Zeyd dağıdır, təzən düzəldirik. Bu yaxşıdır əslində, hə? Deməli, bax dediniz ki, dostdur, yaxşı, gözəl dostdur. Nə gözəl ki, həyat yoldaşı həqiqətən də dost ola bilsin. Bax, dostluq köməkliyin də bir hissəsidir, anlamağın da bir hissəsidir. Bir yerdə düşünmək, bir yerdə yol getmək necə gözəl hissdir həqiqətən də. Allah sizin ailənizi var eləsin. Çox sağ olun. Mehriban olsun. İnşallah ki, Zeyddə fəxriniz olsun inşallah. Sağlam olsun, Allah qoysun. Siz istəyirdiniz ki, Zeyd sizin kimi aktyor olsun? Yox, istəklərim özümdə qalsın. Onları saxlayacağım bir sir kimi böyüyəndən sonra da. Öz istəkləri daha çox vacibdir. Yəni dəstəkləyərəm istənilən bir peşə ilə məşğul olsa. Yəni nəyi seçsə arxasındayam. Türkan xanım, siz nə ilə məşğulsunuz? Mən hal-hazırda ev xanımıyam. Ev xanımdır. Amma ümumiyyətlə nə ilə məşğuldunuz? SMM meneceri idim əvvəllər. Amma hal-hazırda uşağa görə... Hal-hazırda sizin ən böyük meneceri etdiyiniz bir sahə var, o da ki, Zeydin sahəsidir. Uşaq tərbiyəsində ən çox nəyə üstünlük verirsiniz və nəyin üstündə mübahisə edirsiniz? Uşaq tərbiyəsində mən ona çox üstünlük verirəm. Daha çox mənəvi məsələlərə, maddi yox, misal üçün, çox vaxt uşaqlara ilk vaxtlarında uşağa oyuncaqların rəngini və yaxud da azlığını, çoxluğunu öyrədirlər filan, maddi məsələləri. Mən daha çox bunun mənəvi məsələlərinə, misal üçün, nə isə götürdünsə sağ ol, özünə götürün sağ ol, gedəndə sağ ol, gələndə sağ ol, minnətdarlıq, təşəkkür eləmək. Yəni, bu məsələlər daha önəmlidir. Sonra maddi məsələlər öz dünya görüşündən yaranacaq zaten. Həmçində, məncə, Türkan da belə məndən eyni düşünür. Yəni, bir şey götürürsə təşəkkür eləməyi. Çox sağ olun. Hələ ki, onun elə dövrüdür ki, ancaq belə kiçik şeyləri, yəni, nəyisə bir təbliğ eləmək olar, düzdür? Türkan xanım, bəs nəyin üstündə mübahisə edirsiniz Zaur bəylə? Valla mübahisəmiz olmayıb Zeydin tərbiyəsinin üstündə. Yox, məsələn, nəyisə deyirsiniz ki, yox, bunu belə eləmək lazımdır. Zaur bəy deyir ki, yox da, bunu belə eləmək daha yaxşıdır, məsəl üçün, onun üstündə. Olmuyor belə bir şey. Elə bir şey olmuyor. Fikir ayrılıqları olur, amma mübahisəyə çevrilirlər. Aydındır, ayırar insanları, nə qədər ailə olsaq da, hər an öz fikir var. Hər bir ailədə ola bilər. Adi ata-ana ilə, bacı ilə, qardaşla münasibətlərdə belə fikir ayrılıqları olur, amma başda olan ailə adı var ki, biz ona uyğunlaşırıq. Hərdən olur ki, biz Türkan başqa şey məsləhət görür, mən başqa şey məsləhət görürəm, amma görür ki, Zeyd başqa bir şey göstərir bizə. Geyimi ilə bağlı, nə bilim, hansısa bir dərmanı qəbul etməsinə bağlı, hansısa bir həkim seçimi ilə bağlı bu mübahisələrimiz olur. Amma fikir fərqlilikləri olur, onda uyğunlaşırıq. Bu normaldır əslində, hər bir ailədə olan şeydir. O mübahisə də fikir ayrılıqları. Bəs yeməyində necə, yəni yeməyi hər şeyi yeyir, deyirsiniz ki, avokado, məsələn, bizimki avokado yemir.
Avokado Avokado nə yaxşı yeyir. belə yeyir. Az-az. Az-az yeyir, hə? Bəli, az-az ac olan vaxtı verirsiniz səhərlər, bananla avokadonu qarışdırırsınız, yarı ondan yeyir. Yeyir. Bəs şokolad yeyir? Hələ ki verməmisiz, hə? Zerin bir yaxşı xüsusiyyəti var ki, istənilən bir şey üçün ağlamır. Əlindən Tez fikrini alsan dəyişə ağlamır. bilir. Nəyisə əlindən alırsansa və başını digər bir şeylə qatmağa çalışır və o xüsusiyyəti də yaxşıdır ki, bizim aramızda o deyilsə fikir ayrılığı, mübahisələr yaratmır. Nə Onun gözəl. özü də çox kömək eləyir. Nə gözəl. Hərdən biz onu tərbiyə edirik, hərdən o bizi tərbiyə edir. Bir onu fikirləşirəm ki, şoki-moki şokoladlarımızı kim yeyəcək, əgər uşaq şokolad yemirsə? Və siz çox fikir eləməyin, Hə? onu biz yeyəcəyik. Amma onu deyim ki, çox gözəl bir çantası var. Düşünürəm ki, o çanta Zeydə kömək eləyəcək. Çantanın içində bəzi şeylər də var, kömək eləyəcək. Bir də son olaraq istərdim ki, Zaur bəy, sizin hal-hazırda sənət həyatınızda nə yeniliklər var, o haqqında danışasınız. Mən hələlik kamera arxası işlərindən biraz uzaqdayam. Buna səbəb sırf teatrda türklər demişən yoğun məşqlərin keçirilməsidir və teatrda da hansısa bir statusa gəlib çatmaq lazımdır. Hal-hazırda artıq 8 repertuarda olan 8 tamaşada iştirak edirəm. Bir tamaşam özüm rejissor kimi qurmuşam və bir tamaşada mono tamaşa hazırlayıram. İnşallah qismət olsa çox güman ki, mart ayının sonlarına onun premyerası olacaq. İnşallah.